qiymətə həyət evlər çox az qalıb. Evə bax, sən Ceyhun, evə bax. 4 otaqlı, 2 sot yarımın içində, paket kupçı ilə. Hardadır? Maçdağa. Məşdağda, yoldan 70 metr aralıqda. Bəli, bəli. Bax, balkonuna kimi qoyulur. Setka nə üçün deyir hərəkət? Zirzəmisi var. Çox super, super. Belə evlər Maçdağada tapılmır ha. Bax, qupquru yerdir. Buranı da beton staşqa eləyiblər. Nə ürək istəyir artıq şeylər yığa bilər. Evin dizaynı çox gözəldir ya. Çox keyfiyyətli bir tikişdir ya. Yəni belə ev yoxdur. 8 daş kürsülüdür. Bax burada mətbəxdən görürsünüz yer qoyulub terasada oturmağa. Gəlin mətbəxlə başlayaq. Həyəti də dairəvi uzat. Mətbəximiz istipoldur. Mebelə kimi qoyulub. Bax, istipoldur yer. Radiatorlar, hamısı sanitar qovşağın aksesuarlar hamısı qoyulub tam təhvil veriləcək. Kombisinə kimi yan qoyulacaq, veriləcək sizə təhvil. Qapılar da ki, çox keyfiyyətli qapılardır. Belə qapı heç bir yerdə yoxdur. Bahalı qapılardır. Keç zanla tanış elə. Zana bax, sala. Ooo. Zala bax, ardası 7. Stadion deyə qaqay, stadion. 7 yarımın ardası 4. Bəh deyə, bəh. Bu evə kim girdi çıxmaz, Rəşid qaqay. Bomba evi də, bomba. İzabembedir bu. Bu da bizim yataq otağımız. Super vəziyyətdə. Sənəti paket kupçadır. Şeyə də gedir. İpotekaya da gedir. Bu da ikinci yataq otağımız. Bu sanitar qovşağımız. Super. Geniş və istipol. Bunlar hamısı alınıb, yəni quraşdırılacaq. Aksesuarlar hamısı quraşdırılacaq. Bu da üçüncü yataq otağımız. Bütün otaqlarımız izləyicilərimiz hamısı genişdir. Super. Yəni Məşdağada belə ev doğrudan da yoxdur. Rəşid qaqay. Gəldik, çıxdıq nəyə? Qiymət. Qiyməti özünüz tapın. Tapın. Görək kim düzgün qiymət yaradaq. Bu qiymət verin ki, bu ev neçə olar sizdə. Sizi gözləyirik.